Hörmətli izləyicilər, əziz xalqım, başda şəhid ailələri, qazilər olmaqla sizi dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 2026-cı il gəlişi ilə hər bir evə ruzi bərəkət, sağlıq, əmin-əmanlıq, xoşbəxtlik, sevgi dolu gəlsin inşallah. Hər bir evə, hər bir ailəyə 2026-cı il düşərli olsun. Allah xalqımızı, dövlətimizi, müzəffər ordumuzu qorusun. İnşallah suverenliyimiz, müstəqilliyimiz əbədi olsun. Arzu edirəm ki, Azərbaycan üçün 2026-cı il daha düşərli olsun. İnşallah Zəngəzur dəhlizi açılsın. O tay bu tay Azərbaycan birləşsin, böyük Azərbaycan yaransın. Arzu edirəm ki, Qazax torpağının işğal altında olan kəndlərinin hər biri azad olsun. Orada Azərbaycan bayrağı dalğalansın və İnsanlar öz doğma ata-baba ocaqlarına dönsünlər. Necə ki, bugün Qarabağımız çiçəklənir. Bugün insanlar Kəlbəcərə, Füzuliyə, Şuşaya köç edirlər. Və o gün inşallah Qazaxın kəndləri üçün olar. İnsanlar öz doğma ocaqlarına köçərlər. Hər bir evə ruzi, bərəkət, bollluq, uğur arzu edirəm. 2026-cı il bütün Azərbaycan xalqı üçün, o tay bu tay Azərbaycan, dünya Azərbaycanlıları üçün düşərli il olsun. Hər birinizi bir daha yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə firavanlıq, xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Sağ olun, sağlıqla qalın.